Azərbaycanın ən acı eşq hekayəsi. Bu, Leyli və Məcnun kimi mifik bir hekayə deyil, baş vermiş real hadisədir. Himnimizin sözlərinin müəllifi Əhməd Cavad Batumda olarkən Şükriyə xanımla tanış olur. Acar nəslindən olan atası Süleyman bəy evliliyə qarşı çıxsa da Şükriyə Əhməd Cavada qoşulub qaçır və bir-birini sevən iki gənc evlənir. Əhməd Cavad Şükriyə xanıma "Şükriyəm üçün" şeirini həsr edir ki, sonradan bu mahnı dillərə düşür. Sovet təqiblərinə məruz qalan Əhməd Cavad bir neçə dəfə həbs edilir. Lakin son dəfə evə gələn Sovet əsgərlərini görən Şükriyə narahat olur. Əhməd isə "Narahat olma, birazdan qayıdacam" deyir. Lakin bir də qayıda bilmir və Əhməd Cavad qısa məhkəmə ilə Bakıda güllələnir. Bundan xəbəri olmayan Şükriyə həbs olunur və onun qabağına İki seçim qoyulur. Ya boşanmaq və ərinin soyadından imtina, ya da ölüm. Şükriyə xanım çəkinmədən "Bəlkə də Cavadı güllələyəcəklər, amma mənim boşanma ərizəm ona ölümdən də ağır gələr. Mən atam Süleyman bəy tapdalayıb Cavadla qaçmışam, amma Cavadı heç vaxt ayaqlamaram." Bu sözlərindən sonra o, vətən xaininin ailə üzvü olduğuna görə Qazaxstana sürgün edilir. Stalinin ölümündən sonra Şükriyəyə bəraət verilir. Sürgündən qayıtdıqdan sonra bir neçə il Əhməd Cavadın hələ sağ olduğunu düşünən Şükriyə müraciətlər edir. Onunla həbsxanada görüşə bilmək üçün uzun illər müxtəlif dövlət orqanlarına, SSR Nazirlər Sovetinin sədrinə belə yazır. Həsrətlə yanan Şükriyə yalnız 1955-ci ildə qara xəbər ala bilir. Ona Əhməd Cavadın 1937-ci ildə öldürüldüyünü deyirlər. Deyilənə görə bu xəbəri aldıqda Şükriyə huşunu itirərək yerə yıxılır.